Mədə kiçilmə əməliyyatında sağlam mədəni niyə kəsirsiniz? Bu sualları siz tez-tez verirsiniz. Bəli, amma gəlin müqayisə eləyək. Piylənmə xəstəliyindən əziyyət çəkib, piylənmənin gətirdiyi xəstəliklərlə yaşamaq və onların yaratdığı problemlərlə ömür boyu uğraşmaq, onların gətirdiyi problemlərlə ömrün qısalması bu yaxşıdır, yoxsa mədə kiçilmə əməliyyatı ilə mədənin həcmini azaldıb, bu xəstəliklərdən tamamilə azad olub sağlam yaşamaq? Bu sualı sizə verirəm. Yəqin ki, özünüz də bu sualın cavabını düşünsəniz tapa bilərsiniz. Piylənmə xəstəliyindən əziyyət çəkən insanların nə çəkdiyini siz bilmirsiniz. Onlar bütün vasitələrdən endokrinoloqlar, diyetoloqlar, idman mütəxəssislərindən keçib sonda mədə kiçilmə əməliyyatına gəlirlər. Yəni, o mütəxəssislərin rəyi nəticəsində bu əməliyyat seçilir. Bu əməliyyat nə xəstənin öz istəyi ilə, nə də biz cərrahların istəyi ilə seçilmir. Mədə kiçildikdə insanın digər piylənmənin gətirdiyi xəstəliklərdən insan azad olur və sağlam həyata qədəm qoyur. Sağ olun, çalışın, xəstələnməyin, xəstələndikdə həkimə vaxtında müraciət edin.